Əgər siz də kriminal hadisələri sevirsinizsə, buradan takip edərək mənə dəstək ola bilərsiniz. 1976-cı il. Nyu-York şəhəri tarixin ən qaranlıq dövrlərindən birini yaşayırdı. İnsanlar gün batandan sonra küçəyə çıxmağa qorxur, gənc qızlar saçlarını qısa kəsdirir və ya parik taxırdılar. Çünki şəhərin küçələrində əlində 44 kalibrli tapanca olan bir kabus gəzirdi. Özünü Səmin oğlu adlandıran David Berkovits. Berkoviçin hədəfləri təsadüfi görünürdü. Amma bir ortaq cəhət var idi. O adətən park edilmiş maşınlarda oturan gənc cütlükləri və uzun, tünd saçlı qadınları hədəf alırdı. Heç bir xəbərdarlıq etmədən yaxınlaşır və atəş açırdı. Bir il ərzində o 6 nəfəri öldürdü, 7 nəfəri isə ağır yaraladı. Şəhər polisi aciz idi. Çünki qatildən heç bir iz yox idi. Amma David gizlənmək istəmirdi. O, polisə və qəzetlərə qəribə, qanlı məktublar göndərməyə başladı. Məktublarda özünü Səmin oğlu adlandırır və yeni cinayətlər törədəcəyini deyərək polislə oyun oynayırdı. Tutulandan sonra isə hər kəsi şoka salan o məşhur bəhanəni gətirdi. Qonşusu Sam Carr'ın iti Harvey'in içində bir şeytan olduğunu və bu itin onu insanları öldürməyi əmr etdiyini iddia etdi. Bu qədər qanlı cinayətdən sonra onu dahi bir detektiv yox, sadə bir parkinq cəriməsi ələ verdi. Son cinayət yerinin yaxınlığında bir qadın şübhəli maşın görmüşdü. Polis ərazidəki bütün cərimə kağızlarını yoxladı və David Berkoviçin adına yazılmış 35 dollarlıq cəriməni tapdı. 10 avqust 1977-ci ildə polis onun evinin qarşısında pusqu qurdu. David maşınına minib motoru işə salanda polislər silahı ona doğrultdular. O isə sadəcə gülümsəyərək "Məni tapdınız, niyə bu qədər gecikdiniz?" dedi. David Berkoviç 365 il həbs cəzası aldı. Maraqlıdır ki, o illər sonra it hekayəsini uydurduğunu etiraf etdi. Hazırda 72 yaşı var. Xristianlığı qəbul etdiyini, bütün əməllərinə görə peşman olduğunu ifadə etmişdi. Hələ də həbsdədir. Sizcə o həqiqətən psixi xəstə idi, yoxsa sadəcə diqqət mərkəzində olmaq istəyən bir canavar? Şərhlərdə müzakirə edək və bu seriyanın davamı üçün izləməyi unutmayın.